Alıq eləmə. Sən nəyə görə qalxmışam? Gözlüyün çarəsini bilirəm. Bu Nəmrud lənətullahın məsələsini bilirsən də, bir dənə ağcaqanadla getdi. Bunu sən iki dənə var. Seyid Vüqarın qardaşı Nəmrudu deyirsən. Abi qulaq as da. Bunun iki dənə məsələsi var. Ya Nurəli ya Seyid Vüqar. İkisindən biri ağzın suyunu sənin gözünə sürtməlidir ki, sənin gözünü düzəltsin. Başqa variantın yox. Sən də Nəmrud kimi deyirsən. O Bahəddinin Seyid Vüqarın qardaşı Nəmrudu deyirsən. İndi sən bu seçmə özünə elə də. Hacı Yaman sən şübhəyə salıb, deyəsən ərşi daşıyanlar barədə. Hacını mən şübhəyə salmışam. Mən deyirəm ərşi daşıyan kimlərdir? Həsənov kimdir ərşi daşıyan? Nədir? Sən neysən nə deyirəm, mən səndən soruşuram. Qardaş, mən sizin mövzuya niyə müdaxilə eləməliyəm ki? Qardaşım, bizim mövzu yox, deyirəm ərşi daşıyan kimdir? Təfid bəhs eləmək istəyirsən, gəlim nə vaxtsa eləyək ikimiz. Qardaş, səndən söz soruşuram ki, deyirəm ərşi daşıyan sən nəyə lazım? O sən deyirsən, demirəm, əcəb eləyəm. Mən də demirəm, əcəb eləyirəm. Keçmişəsin variantda. Sən mənim sözümü işlətmə də qardaş. Sən mənim sözümü işlətmirsən ki. Deyirəm ərşi daşıyan Abi imamın sözündənəm. Həsən abi imamın sözündənəm. Bilmədiyimizi danışmıyor. Utanırsan dedə. Sən cavabı vereyim. Sən deyərsən ki ərşi daşıyan. Sənin cavabın budur ki, ərşi daşıyan 4'ü Ulul-Əzm Rusuldur, 4'ü Əhl-i Beytdən. Sənin cavabın budur. İmam Əleyhissalam deyir ki, ay Səboy, buyurur ki, deyir bizim sirlərimizi aşkar eləməyin, qutardı getdi. Onunla Hacı Şamal demişəm ki, bu dəvət üsulu nətər olmalıdır? Sən mən dəvət mən ona Hacı eləməsin. Şamal demişəm ki, bu məllumla oturanda hər şeyi danışırsan buna, sonra gəl əlində bayraq eləyir. Ay qardaş, deyirəm Demişəm ki, ki, danışma buna belə şeyləri. ay Həsənov, yox Peyğəmbər sallallahu aleyhi ve sellem cəmaətə qırağına, qulağına çəkib geldi, çıxırdı, bəyan edirdi, la ilahe illallahı siz bilməyən şeyi. Yəni İndi sən deyirəm, mənə İmam gör- Aleyhisselam dedi ki, dəvəti gizlində eləyir. Bu nə deməkdir? Bu Sən dəvət də görüm o sən kimdir. Demə, Səboy, heç nə demə ha. yox abi. Bu məllum əlində kozur tutub düşəcək cəmaatın canına. Əti bilmirik. İmam bizdə Əmir İmam Ərsam deyir. Buyurur ki, bilmədiyinizi danışmayın, bildiyiniz hər şeylə Yox, danışmayın. bilmədiyinizi danışmayından razıyam. Bəli, bilmədiyinizi Hər şeylə danışmayın. danışmayın. Ay mənim gözümün işəbə. Ancaq bu neydi? Bu deyir ki, İmam Aleyhisselam deyir ki, cəmaatı, bu nə deməkdir? Yaxşı eləyirəm. Haqqı. Əcəb eləyirəm. Əcəb eləyirəm. Bax əcəb eləyirəm. Mən də keçmişəm Şahı Şamla sənin variantı var. Əcəb eləyirəm. Sizlə ancaq belə. Nə var? Doğrudan gözlə nə olur? Gözüm Allah görsən bugün vallahi bugün çıxdım işləməyə. Gözüm elə ağrıyır, elə dişim ağrıyır. Qayıtdım çıxdım gəldim evə. Bəs sən bilmirsən ki, Seyid Vüqarın cəddə gedir peyğəmbərə dayanır, ona boz eləyəndə belə olacaq. Seyid Vüqara dedim. Gözümə nəzərə gördüm Seyid Vüqar xaftı vermək üçün qaçdım. Səboy bir dənə hədis var. Bizdə İmam Cəfər Sadiq Rəssam deyir. Sizdə də Əbu Hüreyrədən gəlib səhv etmirəmsə. Suya Ayətül Kursi oxuyur. Salam aleykum. Bir tane dişime girdim çıktım. Mənə bir tane üzürlü sahan bu korn Arab mənə əsəbləşdirmişdi. Buna bir cavab verin. Qardaş İbn-i Kəsir sayır ki, qiyamətdə də 4'ü tutacaq. Və qiyamətdə bütün bəşər məhv olmayacaq. Hər ki beli üstə gələcək yerə nədər olacaq o? Onu İbn Kəsirdən soruşarsan. Mən sənə deyirəm ki, ərki daşıyan lütfen. Yox ama Nə qəşəng variantdır. bu nədər olacaq? Və sən özün Ərki bilmədin. daşıyanlar kimdir? Mənim başım Əliyev, belə daşıyan. Əliyev vallahi diş həkimlə girmişdim. Gör nə deyirəm Bu hər beli üstə gələcək yerə. Və bilmədiyin Ay qardaş. mövzuya niyə girirsən? Bax ay Kafirin surəsinin axırıncı ayədəki qardaşım. Bax sən özün biri bilmirsən. Mən yaxşı bilirəm. Mənim sualıma fırlatmayın. Cavab verin, ərşi daşıyan kimlərdir? Qardaşın Həsənov da buradadır. 4 200 əvvəlkilər, 4 sonrakılar. Bax, bu ərşi qabaq 4 nəfər daşıyırdı, sonra 8 nəfər oldu. Nətər oldu? Yox, sizdə elədi. Sizdə dedi ki 8, 4, 12 dənə sizdə çıxdı. Prosto. İndi orada bir dənə sual çıxır təfsirinizdə. Qiyamətdə 4'ü tutacaq. O 4 dənə var ha. Qiyamətdə onlar ölümü dadmayacaq. Necə olacaq bu? Mesela ne oldu o 4'ü necə oldu orada? O qeybdir də, biz onu bilmirik. Bəlkə ərşə Bilmədiyin mövzuya niyə girirsən? Bax bir şey ki bilmirsən. Özdə. Sizdə
Təhvil yoxdur ha bunlarda hacı. Bunlar təhvilə gedə bilməzlər. Yox, indi o ərş beli üstə gəlib düşəcək yerə, qardaş, bir abırçılıqdan. Sən hacı, sən. Arkadaş, deri üstə yerə düşməmişdən qabaq ərşi kim daşıyırdı? Mən cavab verdim. Neyiniz ərş düşdü, düşmədi? Ay sağ ol. Ərşi daşıyanlar kimlər idi? Çox istəyirəm. Bizlər niyə çox istəyirəm? Belə ilişəndə deyəsən qardaş, o qeybi məsələdir, bilmirəm. Və sonra Burada nə var ki, bilmirəm də nə çeşit də. deyirəm ərşi daşıyan kim idi? Bax, 3 dənə rafizi Verdim yuxarıda. də, cavab verdim. 4 əvvəlkilər, 4 sonrakılar. Kimdir o əvvəlkilərlə sonrakılar kimdir? Bunu Quranla ispat elə mənim üçün. Ay qardaş, sən hələ özünün təfsirini, Quranı özündən, birin özündə olanı başqasına yüklüysən. Belə olmur da. Özündə dediyin məsələni Quranla ispat elə də Qardaş, hər şey Quranda olmalıdır ki. Yo, hər şey Quranda olmamalıdır. Hər şey Qurana söykənməlidir. Elhamdülillah, Quranda da orada bəyan qardaş ərəbcəsini Söykə Qurana yazdı. göreyim. Hə, Quranda Mələklər söykən. olacaq, 8 nəfər daşıyacaq. Yox, qardaş, deyirəm ki, ərşi ayəni hədisi Qurana söykə görək. Quranda harda keçir ki, ərşi məxluq şey insan daşıyacaq. Ay qardaş, bax qulaq as. Birinci insan, sən o gördüyün, yəni cismani insandan getmir, ha, o gözün gördüyün insandan getmir. Hə, mən valla görmədiyim şey bilmirəm. Mən insanı Ay görmürəm. Sabri. Sabri bax, orada bax, ərş hansı bax, mənada bax. gəlir? Sabri orada ərş hansı mənada gəlir? Salam aleyküm, salam aleyküm. Salam Ərş aleyküm, ay daşınandır, Alparslan. elm. Ben niye demirsiniz ki bu 4 tane... Yok niye demirsiniz ki 4'ü imamlarda 4'ü de şeydi de yani keçmiş peygamberlerden de. Mən göz sözümüzü gör dəyişdik, dedim 4 əvvəlkilər, 4 sonrakilər. Elə deyirlər də, bunlar elə deyir. Nafizlər elə deyir. Bu göz söz, amma burada paradoks sizdə yaranır. Deyək qiyamətdə ərşi tutan 4 dənə olacaq, indi 8-dir, İbn Kəsirdir. Və qiyamətdə o mələklər ölümü də... Yox, səhv deyirsən, abi, düz deyirəm, bari düz deyirəm. İndi 4, sonra 8. Yox, İbn Kəsir ayət Bəs deyir İmam ki, Cəfər Sadiqdən, bəs İmam Cəfər Sadiqdən hədis var ki, ərş Allahı daşımaz, Allah özü ərşi daşıyır. Əstağfurullah, Allah Subhanahu taalanın özü gedib heç nə tutub daşımır da indi Alparslan. Vallahi deyirəm İmam Cəfər Sadiqdən hədis var. Hədisin mənası var da, hədisin... hə, Yok deyir ki İmam Cəfər Hədisin Sadiqdən mənası var. Yerində özüm açım oxuyum. Hədisin mənası Gel gələm. Bir Yox, iki dəqiqə gələm, heç sana gedib sizə gələm. ehtiyac yox. Yok heç sana gedib indi gələm. Mən gedəcəm, ay Alparslan, deyir Cəbrail əleyhissalamı peyğəmbərdən üstün eləmirsən. Hacı Hişam hədisə don geyindəcək. Ay qardaş, deyir Alparslan, deyir ki Cəbrail əleyhissalam peyğəmbərdən üstündür, düzdür? Kim deyib onu? Alparslan, Arpaslan Ay. heç söz deməz. Ay Desən hacı, olacaq. icazə ver. Deməz də deyir. Bax, İmam Əleyhissalam buyurur ki, Allahın özü ərşi daşımaz. Ərşi daşıyanlar mələklərdir. Allah isə ərşi yaratmış və ona hökm edən Rəbbdir. Qafir surəsi 17-ci ayədə buyurduğu kimi, o gün səmada 8 mələk Rəbbinin ərşini özləri daşıyacaqdır. Mələklər. Həqqa surəsi 17-ci ayət. İndi məsələ sual verirəm. Qulaq as, burada ərşi daşıma fiziki mənadadır, yəni ərş daşınan bir şey yoxsa elm mənasında. sən niyə başa düşürsən? Bunlar üçün qiyamət ərş beli üstə gələcək yerə, bilmədin? Qardaş, onda məcburdur bunlar. Qardaş, sən məcburdur, sən burada məcbursan ki, ərşi daşınan eləyəsən. Hacının dediyindən də ərş yerə gəlməlidir. Çünki o mələklər də gedir. Ay qardaş, o nə sual verirsən? Fiziki mənadır, mən bilmirəm. Mən bilirəm ki, ərş daşınır. Təvilə get, get təvilə. Mücəssimə, sözsün. Mücəssimə, Təvilə get deyirəm. siz mücəssimə. Qəsməlikdən Allah'a sınırır. Yaz yuxarı yazın. Sən Peyğəmbəri hələ, ay cəmahat, ay 43 nəfər, bu deyir ki, Peyğəmbər Afrikaya din gətirməyib. Peyğəmbər Ərəb yarımadasına dini gətirib qutardı getdi. Sən Peyğəmbəri Çinə çıxarda bilmirsən. 18 aləmə gəlmiş Peyğəmbərə müqassırasan. Öyle Alparslan da sənin kimi o gün ikimizə də sübut elədim. Yaxı qulaq as, eşitirsən mən. Mövzuda mövzuya qaçmıyor. Mövzuya qaçmıyor. Qarabağlar deməli, Tova gör nəyini adıdır, Tova eləyin. Bu gün mövzumuz ərşdir. Ərşi daşıyan kimlərdir? Ərş nədir? Ərşi mənə izah elə. Hayır, onu deyirəm, sən ərş bilirsən, Ərş nədir? böyük məxluqdur. Nə deyə, Ay, Hacı. nə cürdür? Ərş nətəridir, nədir o?
Belə dört bucaqdır, bir Dört tərəfindən çadır. Ay, mən nə bilim, mən bilirəm ki, Allahın Bax, indi yaratdığı bir cavab, ən bu böyük sözdən sonra məxluqdur. bir cavab verənmirik, düzdür? Yaxşı eləyirik. Da biz o... Həşo, əcəb eləyirik. Əhsən Ay əcəb Hişamla eləyirik. Sabıhi, olar mən də bir cümlə deyim. Ha, sənin başıma dönərəm, de. Allah korusun sizi. Yəni cəmi bir dəqiqə mənə qulaq asın. Bax, Allah Əzzə və Cəllə hamı bilir ki, ol desə hər şey olur, düzdür? Bax, cəhənnəm əhli, cəhənnəm əhli. Bir dəqiqə, indi qulaq asın, indi biləsiniz nə deyirəm. Cəhənnəm əhli kömürə dönür, kömür. Kömürə dönür, amma ruh bədəndən çıxmır. Çünki niyə? Allah Əzzə və Cəllə ona ol deyib, orada qal deyibdir. Qiyamət günü bütün mələklər, bütün varlıqlar hamısı deyirsiniz öləcək, bəs ərşi kim daşıyacaq? Allah Əzzə və Cəllə ərşə deyə bilməz, orada qal, ol. Ay Abdülxalik baba, düz deyirsən, amma bunun etiqadına görə Allah Subhanahu taala ərşin üstündə oturub, onda 8 dənə mələk daşıyır. Xeyr, Bu bizim düz gəlmir, etiqadımız bu elə düz deyil, gəlmir. düz danış. Ədalətli ol, bizim etiqadımız elə deyil. Bu demirsən ərşin üstündədir Allah. Allah ərşin üzərinə istiva ucaldı. Demədi ki, ərşin üzərində üstündədirsə, çıxmasın. mələk də onu daşıyır 8 dənə. Ərş Allah subhanahu ta'ala Adaş, bir dənə yaratdığı. söz deyim. Adaş, bir dənə söz deyim, qadınlaram. Taha 5-də deyirsən ki, Allah ərşinə ucaldı, düzdür? Hə. Belə qəbul etsən də, ucaldığını qəbul etsən də, düzdür? Aha. Allah əvvəl uca deyildi ki, sonra ucaldı, yoxsa necə? Yox, o ucalıqdan getmir söhbət. Hə. O yüksəlikdən gedir söhbət, yüksəlikdən. Onda əvvəl Allah əvvəl yüksəlikdə dördü, sonra yüksəldi. Siz mücəssiməlik eləməyin. Ayələrə iman gətirin, ki. Ayələrə iman gətirin. Bu nə ateist suallar? Ateistsiniz siz. Bir də Ay, ben deyil Allah. ateistsiz. Bir də ben deyil ki, biz ateistlik. Mən bir həftədə mövzu qoymuşam. Bu Səbuhi bir həftədə mövzudan qaçır. Qardaş, Allah Rəsulu Çinə dini dəvət etdi mi? Quranı çatdırdı mı özü? Allah subhanahu ta'ala Afrikaya çatdırdı mı? dini bütün dünyaya gətirib. Bütün aləmlərə. Onda özü çatdırdı mı oralara, yoxsa sahabələr çatdırdı? Bəli, özünün dili ilə Quran ayəsi deyir ki, Quran ayəsi. Allah Quran ayəsində deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamətə qədər Peyğəmbər vasitəsilə Qurandan xəbər verəcək. Bildiyi qiyamətə qədər verəcək, gələcək nəsillər üçün də o. Başa düşdük, bizə də Nə verəcək. gələcək, nə indiki, Amma hamı Allah Rəsulu 18 min aləmin Peyğəmbəri idi. Hə. Onun bir dənəsi də yerdi. Hə. Yeri tam axıra qədər hamısına dəvət edə bildi mi? Dəvət kim icabət etdi, kim də etmədi. Ayədə də deyir ki, icabət Yo, etdi, etmədi. etmədi. Etdi. Hava harda Hindistana getdi dəvət elədi. Harda Hindistana getdi? səhabələr getdi. Bunu isbat elə, xahiş eləyirəm. Hindistana səhabələr getdi. Ha, demək Rəsulun özünün hökmündə olmadı, özü bacarmadı. Yox, Rəsulun əmri ilə. Yo, Rəsul axı dünyasını dəyişmişdi onlar ora gedəndə. Ayə də deyir ki, dünyasını dəyişsə belə sona qədər xəbərdar edəndir. Ay qardaş, o gələcək nəsillərə aid. Gələcək nəsillərə demir, deyir yetişəcəyi hər bir kəsə. Allah Peyğəmbəri sallallahu aleyhi və alim mənə görə bütün bəşərə, inni, cinni, gördüyümüz, görmədiyimiz hər bir şeyə tövhidi gətiribdir. Allahın kitabını çatdırıbdır. Sənə görəni ispat elə. Durun indi qardaşımın qabağında. Durun indi qardaşımın Kimin qabağında. qardaşı da bu dünən deyirlər, Alparslan deyib ki, Cəbrail əleyhissalam Məhəmməd sallallahu aleyhi və alimdən üstündür. Əlbəttə ki. Gördün ala, da Əlbəttə dedim ki- deməz ala. Və mən bundan Ona nə söhbət eləyim? Ona bəhi gətirir Peyğəmbər sallallahu aleyhi və səlləmə. Gördünüz? Gördün Səbu? Nə deyir abi bu? Alparslan, yenə Alparslan bəyə də belə etirdik. Bir dəqiqə dayanın, bir dəqiqə dayanın. Bir dəqiqə dayanın. Buyur, dayanaq, buyur. Siz o elmləri bilməzsiniz, yəni. Alparslan onu kim deyib? Necə? O sözü kim deyib ki, Cəbrail əleyhissalam Rəsulullah sallallahu aleyhi və aleyhdən üstündür? Səndən Ekran böyüt, ekran böyüt alam. Deyəm bir dəqiqə göstərəcəm sənə. Ekran böyüt. Gördün Ha, ala. oxu indi. Da buna.
Alparslan biraz bulanlıqdır axı, bulanlıqdır. Niyə belə? Deməli Nurul Bərahində. Nurul Bərahində keçir. Nemətullah Cəzairi cildiki səhifə. Alimi kimdir bunun? Hadiyanda deyəcəm səhifə. Dəqiq Nemətullah Cəzairinin kitabında. Bəlkə sizin əhl-i sünnədir, qoy bir görək. Ha, Nemətullah Cəzairi də. Ha, Nemətullah Cəzairinin cildiki səhifə 46-da. Hə. Deyir ki, o özünü belə sifətlə tanıtdı. Elə dedi ki, bir dəqiqə, oxu bir dənə. Deyir, o ərşdə hakimiyyətdir. Məxluqdan ayrıdır. Amma ərş onu daşıyır. O nə onu əhatə edir, əksinə ərşi daşıyır və saxlayandır. Burada qüdrətdən gedirə söhbət. Sən Hadiyanda ərşi daşıyan, şimdi dedi, qüdrət niyə burada? Ərş onu daşımır deyir. Deyir ki, ərş onu daşımır. O ərşi daşıyır. Onu ərşi deyir. Bax orada nə yazıb? Hər şey deyir onun Deyir ki, o ərşi daşımır. Ərş onu daşımır. O ərşi daşıyır. Ay qardaş deyir ərşə hakim deyə. Hakim. O demək Bilirəm də hakimdir deyir. Ərş onu daşımır deyir. O ərşi daşıyır. Bir dənə döz Alparslan. Gətdin indi döz. Bir şeyə ki hakim olan şərt o deyil ki geçsin onu əli ilə tutub saxlasın. Ol deyir. Yox, sən deyirsən indi bir dəqiqə deyir. Sən deyirsən bunlar daşıyır. Burada daşıyır. Allahın qüdrətidir elhamdülillah. İndi Yox, Cəbrail əleyhissalam necə Orada o peyğəmbərdən 8 mələk Allahın qüdrətini daşıyır. O 8 nəfər Allahın Ay qüdrətini qardaş, daşıyır. Allahın deyirəm qüdrəti deyə onu bir yerdə tutmaq. Allahın Yox, bildim. İndi sən dediyin onda 8 nəfər ərş. Sən bildiyin sənin qüdrətindən deyil ha. Yox, bildim, başa düşdüm. Deyirəm indi o 8 nəfər Allahın qüdrətini daşıyır. Ay qardaş, deyirəm ki, Allahın qüdrəti ilə dayanır. Gücü ilə, qüdrəti ilə ol deyir olur. Ha, təbil eləmək ki, təbil Təbii inşaat bir şey. Olmaz lan sen her sayırsan. O Ay olmaz. kişi, mən təviz mən buna aid 40 dənə indi sənin qərinə hədis deyirəm. Ha, təbil eləmək ki. Ay kişi, sən Ana, bu elə, xahiş edirəm, ana, əmələtdə mən ol, çox kör xahiş adam. edirəm. Sən burada dedin ki, Alparslan elə söz deməz, çıxdı üzvə dedi. Nə deyir Alparslan? Dedi Cəbrail əleyhissalam Məhəmməd sallallahu aleyhi və alədən üstündür. Xahiş edirəm mətn oxuyun. Mövzun da buna cavab ver də biləysən müsəlmancan ya yox. Ha qardaş, hələ ərşi gəlin Ərşdən qabaq hələ yerdə özümüzü təyin eləyərik də biz. Ha qardaşım, bir dəqiqə səbirli ol. Mövzumuz ərş. Məsələ Sərf eləmir. Nə var din qardaşındır, istəmirsən də deyəsən. Səndən malay şöbəsi rəisi keçdi. Alparslan hədisi gətirib qardaş. Ha qardaş, Hədis deyil ki, hədis deyil. Nemətullah Cəzairinin öz fikri deyil. bir dənə də fikirdə hədis də deyir, onun qoyduğu şəxsi rəyidir. Onun istinbatıdır. Çıxardıb orada onun fikrini qoyur. İndi mən sənə deyirəm, Cəbrail əleyhissalam Peyğəmbər sallallahu aleyhi və alədən necə üstün ola bilər? Kim deyir onu? Alparslan bu dəqiqə Alparslan dedi, deyir. eşitmədin. Mən eşitməmişəm. Ay indi bir də sual ver. Ay Alparslan, sənə ant verirəm Allaha. Cəbrail əleyhissalam Alparslan cavab vermə bu suala. Əxi cavab vermə bu suala. O. Ayıp ya. Bunu vermə nədir? Başa düşmə. Xahiş edirəm oxu da. Mənə bu sualıma cavab verin. Xahiş edirəm. Cəbrail əleyhissalam üstündə Allah Rəsulu. Xahiş edirəm mövzunu fırlatma. Bir daha bu ərşin söhbətini qıra sonra keçər ya söhbət. Bu da qardaş cavab verərik. Sən bunu de. Yolda bara getdi. Xahiş edirəm bu rəvayəti oxuyun da zəhmət olmaz. Rəvayət ikidə o özünü burada birinci şəxsi rəydir. Burada hanı imamın hədisi var? Yuxarıdakı hələ yuxarıda imamların hədislər də var. Problem yox. Ay qardaş sən Elə bu da şəxsi rəy olmaz. qoymusan bura. Yox, burada qulaq as. Burada adsız keçir, amma yuxarıda adı ilə keçir. Yəni problem yoxdur, sən onu da qoy. Alfaxır, sən məni öldürürdüzə Allahın ərşi əhl-i beyt daşıyır. Çıxın yuxarı Əl-Haqqa surəsi 17-yə cavab verin. Deyirəm. Yaxşı, indi gör nə Yəni əgər desəniz ki, yaxşı edirəm dedim. Qardaş, sənin bu qardaşın, din qardaşın Cəbrail əleyhissalamı Allah Rəsulundan üstün bilir. Buna cavab ver. Peyğəmbər iman etdi. Allah'a Mən eşitməmişəm. Ay indi deyir. Peyğəmbər iman etdi Allah'a və mələklərinə. Ha buyur. Möminlər də iman etdilər Allah'a və mələklərinə Aha. və kitablarına. Aha. Aha. Nə Dalın oldu? de də, dalın de, gözləyirəm. Peyğəmbər niyə iman edir özündən aşağıda olana? Bildim Peyğəmbər Cəbrailə iman edib ya Allaha. Yox,
Allah'a və mələklərinə, Allah'a mələklərinə. Mələklərdən üstün olur da. Bəqərə iman. 285. İndi gör nə deyirəm. Bəqərə 285. Rəsulun sağında solda olan mələk də peyğəmbərdən üstündür. Düzdür sənə görə? Yo. Burada baş mələk var. O Cəbrail. mələk deyil, o dinozavr deyil ki, o da mələkdir də. Cəbrail əleyhissalam peyğəmbərə Quran gətirib öyrədibdi. Demək ona görə üstün çıxır, düzdür? Təbii ki. Eşitdin kör narab. Hişam əmi. Əhl-i sünnədə də, əhl-i şiədə də hədis var ki, Cənab Cəbrail ilə Cənab Əzrail öldürəcək. Öldürəcək. Amma Cənab Əzrail ilə Peyğəmbərin evinə canlı alana döyüb girib içəri. Yo, peyğəmbər sallallahu aleyhi və səlləm özü ümumiyyətcə dünyada qalanda axırda bir Cəbrail qalacaq, bir ölüm mələyi, bir də Allah qalacaq. Cəbrail də onda öləcək, ölüm mələyi də öldürüləcək. Yəni nəticədə hamısı Peyğəmbərdən üstün Cənab Cəbrail olsa, Cənab Cəbraildən üstün onda Əzrail olmalı ki, Əzrail Cəbrail öldürür. Ay qardaş, Yo, Əzrail Cəbrail qiyasla etiqada dəlil gətirir. Bir dəqiqə dayanın, qardaş, belə bir şey yoxdur. Mənə de görüm, Cəbrail əleyhissalam vəh gətirirsə Allah Rəsulundan üstündür, düzdür? Yo, mövzu niyə dəyişdik ki biz indi Yo, durduğumuz bunu yerdə? qutaraq. O Hasan Dedin ki, hədsi gətirəcək. onun əksərisi çoxdur, Alparslanın dediyi sözdən yoxdur. Yəni ona dəlil çoxdur, sənin bu rəyindən, bu etdiyin iddiadan yoxdur. Onlarla qoy bunu düzəldək də, hə? Ay sən bu eşitdin nə deyir? Eşitməmişəm mən. Ay Allah sənə hidayət eləsin. Ha, utanmırsan bayaqdan qaçıb gizlərsən. Hətta burada. Ay Şamami. Mən Peyğəmbər sallallahu aleyhi və səlləm mənə Peyğəmbər sallallahu aleyhi və səlləmin bir dənə sözünü gətirin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən Cəbraildən üstünəm. Ay Meyras hədisi. Meyras hədisi nədir? Harda? Meyras hədisi. Sənə Ay cavab qardaş, elə deyil. Mən buradan Tabii. qalxa bilmərəm yuxarı. Təbuhi, Nə bax. olsun ki? Təbuhi, O da demək ki, Peyğəmbər dedim Cəbrail. Üstündür ki, Cənab Cəbrailin gedə bilmədiyi yerə Peyğəmbər Qız, Allah Rəsuluna Allah əmr olunduğu bir şey eləməsi o ona dəlalət eləmir ki, o biri ondan üstün olur. Orada Allah Subhanahu taalanın əmri var və Allah Subhanahu taalanın üstün elədikləri və aşağı təbəqədə yaratdıkları var. O ayrı mövzulardır. Bu kişi bu dəqiqə Allah Rəsulunu yenə yendirdi, yenə müqassir oldu. Görək Səbuhi Xahiş edirəm, mənə dəlil gətir, mənə dəlil gətir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Sən ki, bana dəlil gətir deyirsən. Saşa, sənə əhsən. Saşa. Xayb, mən burada nə var ki, Allah Teala Quran-Kərimdə buyurur ki, əşdə Cəbrailə hörmət olunur, Yox, ona mən itaət bu- olunur. Yox da Bu Cəbrailə itaət edənlər kimdir görəsən? Bu kim itaət edir Cəbrailə? Bax gör nə deyirəm. Mehdi əleyhissalamın dalında İsa əleyhissalam namaz qılacaq ha. İndi İsa əleyhissalam Mehdidən aşağı oldu, onun dalında namaz qıldı. Yox. Necə bəs? İsa əleyhissalam, bir dəqiqə deyəm, İsa əleyhissalamın peyğəmbərliyi bitmişdir, gələndə də peyğəmbər kimi gəlməyəcək. Ha, demək onda, buna iddia. Salam aleykum, mən çıxdım. Sizə kim deyir ki, İsa əleyhissalam peyğəmbər kimi gəldi? Bu kim Peyğəmbər deyir? kimi gəldi, gəlmədi. O bəşərdə peyğəmbər də kişi. O 124 bin Sizə peyğəmbər. xeyr qardaş, bir dəqiqə deyən İsa əleyhissalam Mən çıxdım, peyğəmbərliyi salam nəsx edib aleykum. Muhammed. Muhammed sallallahu aleyhi ve sellem İsa'nın peyğəmbərliyini nəsx edib, qaldırıb. İndi onun peyğəmbərliyi bitib də sənə görə, düzdür? Əlbəttə ki, Muhammed onun peyğəmbərliyi yok ki. Ha, Qırğızstan deyir. O peyğəmbərliyi yok ki, Muhammed sallallahu aleyhi ve sellem gələnə qədər idi. Muhammed sallallahu aleyhi ve sellem gəldi, bütün peyğəmbərlər hamısı hamına itaət eləməlidir. Bu bayraq profilinə bir dəfə də siz deyil ki, orada təhqir fikirlər yazmasın. Vallahi başlayacağım onu təhqir eləməyə, heç nəyə qalmayacaq. Bax deyirəm. Tanıdığımız adamdır. Qardaşım işin olmasın, heç nə yazma aşağıda, hamımız bu. Bir dənə sizə söz deyim. Gözəl insanlar, Cəbrail əleyhissalamın işi nədən ibarət idi? Allahın əmrinə tabi olub, Allahla Muhammed sallallahu aleyhi ve sellem arasında yəni bir xidmətçi idi də, xidmət göstərirdi Muhammed sallallahu aleyhi ve sellemə, vəh gətirirdi, ondan sonrasına müəyyən şeyləri gətirirdi. Yəni bu, o əslində Allahın buyruqçusuydu da Cəbrail mələk. Muhammed sallallahu aleyhi ve sellem isə bəşərdə yaranmış böyük bir insan idi. Bu yer kürəsinin mənası idi. Ona görə də ola bilməz ki,
Cəbrail əleyhissalam Muhammed sallallahu əleyhi və səlləmdən üstün olsun. Bax, bunu bir yaxşı fikirləşin. O sadəcə bir buyruqçuydu. Vəh gətirirdi, aparırdı. Allahın əmrinə tabe olurdu. Allahın Bəşərdir. Abdülxalq baba, Cəbrail bəşərdir. Yo, bəşər deyil, mələkdir. Aysa mələkdir də, məxluqatdır, amma bəşər deyil də. Peyğəmbər sallallahu əleyhi və səlləm bəşərin ən üstündür. Alparslan, mənim gözəl qardaşım. Bəşər deyil, amma mələkdir, məxluqatdır, yaradılmışdır. Ona görə Bildim də, Allah Rəsulü sallallahu əleyhi və səlləm bəşərin ən üstünüdür. Bəşərin ən üstünü. Bəşərin ən üstünüdür. Yox, ay gör nə deyirəm, o da laf mələklərin üstün olsun. Yenə də o, Allah Rəsulundan üstün ola bilməzdi. Gör nə deyirəm. Niyə görə ki, əslində o Niyə Allah ola bilmir ki? Niyə ola bilmir ki? Mən sözümü deyim də, Allah Rəsuluna xidmət edirdi. Cəbrail əleyhissalam Allah Rəsuluna xidmət edirdi. Bu yer kürəsinin mənası Allah Rəsuluydu. Mənası Allah Rəsuluydu. İcazə Yox, var. Cəbrail əleyhissalam Allah Rəsuluna xidmət eləməyib, Allah'a xidmət edib, Rəsulullah'a xidmət eləməyib. Allahla Elə şey Rəsula, yoxdur. Allah'a xidmət eləyib, söz yox. Allahla Rəsula arasında vasitə edir. Yəni Cəbrail əleyhissalam Muhammed sallallahu əleyhi və səlləm Cəbraildən dinini öyrənirdi. Cəbrail Muhammeddən dinini öyrənmirdi. Boş. Cəbraildən öyrənmirdi. Ay, Cəbrail Allahın izniyle ona gətirirdi. Allah Azze ve Celle ona Bir dəqiqə qulaq asın. Allah əmr edirdi ki, apar bunu Muhammed sallallahu aleyhi ve Bir dəqiqə xahiş edirəm. Dəlil ya biz havadan danışmayım. Dəlil Dəlillə. gətirirəm. Az təbərin təfsiri. Səboy, bir dəqiqə istəyirəm. Sakit olun bir dəqiqə, sakit olun. Bir dəqiqə sakit olun. Dəlil gətirirəm. Bir dəqiqə yanında bir dəqiqə imkan verin də kişi. Bir imkan verin, hədisi deyim də. De. Bir günləri Cəbrail insan cildində gəlir, Resulullahın dizinə söykür. İman nədir, İslam nədir soruşur. İman nədir, İslam nədir soruşur. Resulullah da sual cevap verir Resulullah'a. Resulullah o sual verir, Resulullah cevap verir. O sual verir, Resulullah cevap verir. Nihayette deyir ki, oturup gedir. Doğru söyledin ey Muhammed deyir, gedir. Gedenden sonra sahabe soruşur, ya Resulullah kim idi o? Deyir o Cebrail gelmişti dinini öğretmeye. Din öğretirdi. İndi icazə Ne ver. Cebrail itaat edir? Ne danışsın? Bak, Cebrail baş icazə melekti. Allah Teala'nın Bak. erşte itaat olunan meleğidir. Bütün melekler hamıza tabidir. Hadi qoy hədisi qoy mən də deyim də bir dəqiqə. Təbəri təfsirini açırsan, deyir ki, o sözü hər yerdə eşidilən etibarlı bir elçidir. Sən deyirsən ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi Cəbrailə itaat edir. Amma gör burada nə deyir? Təbəri təfsirində gətirir ki, ayələrdə Tehrim suresindeki tehrimde kim dersen sen? Tehrimde kim dersen? Təkvir 21. Tekfirde kim dersen sen? He. Təkvir. Orada Cebrail onu kim deyip ki bu tefsir Qulaq sürerinde? as, qoy sözümü deyim də, xahiş edirəm. Sözü deyim sonra sən danış. Qardaşlar, Deyir ki, salam aleykum. Aleyküm salam. Bax deyir ki, Cəbrail əleyhissalam nəzərdə tutulur. Göydəki bütün mələklər Cəbrailə itaət etdikləri üçün sözünə itaət olunan adlanır. Peyğəmbər ona itaət eləmirdi. Mələklər ona görə belə adlanır. Sən onu Hasan gətirsən ki, Peyğəmbər ona etibar edirdi. Həsən o bir saniyə xahiş edirəm, sözümü deyim çıxıram. Abdülxaliq baba salam, Allah sənə ömür versin, can sağlığı versin. Sabır Sağ ol salam. can. Aleykümselam. Sağ ol can. Allah sizin canınızı sağ eləsin. Alparslan qardaşa bir sualım var. Buradadır qardaş. Buradadır. Alparslan qardaşa demək istəyirəm ki, əgər mələklər bəşərdən üstün olsaydı, Adəmin məsələsini gözünün qabağına gətirsin də Allah mələyə əmr elədi ki, Adəmə səcdə edin. Mələklər ibadət baxımından değil bu. İbadet baxımından değil Yəni o. hər baxımdan Mələklər yaradılış baxımından üstündülər. Yaradılış baxımından adi bəşərdən getmir də qardaş. Kardeş, mələklər yaradılış baxımından üstündülər. Amma məsələn zühd baxımından, nəfsani baxımından bəli, doğrudur. Adi bir insan belə Cəbraildən üstün ola bilər nəfs baxımından. Əhsən. Bu dəxli yox. Allah dedi ki, Adəmə səcdə elə. Başqa şeydir. Nəfsani başqa şeydir. İdarəçilik, hakimiyyət. Bunlar başqa şeydir. Öpürəm qardaş, bağrıma basıram. Abdülxaliq baba, öpürəm səni. Sağ ol can. Cibrilə ərşdə itaət olunur. Onu ərşdə, Nəysə qardaş. Heç ora heç kimin ayağı dəyməyib. Hərə öz fikrində qalır. Elhamdülillah, hərə öz fikrində qalır. Yəni biz bu söhbəti gərək bir-birimizə diqqətlə qulaq asaq, ağıllı başlı söhbət edək. İndi hamı danışır, heç kim sözünü bütöv tamamlaya bilmir. Hamı danışır. Abdülxaliq baba, üzr istəyirəm qurban olum. Bir dənə bunu deyim. Ki, Alparslan, ərş, qulaq as, Sidrətül Müntəhaya Cəbrail əleyhissalam keçə bildi yoxsa yox? Yox, keçə O başqa bilmədi. məsələdir. Əhsən, indi mən sənə sual verirəm. Ərşdə itaət olunursa, Sidrətül Sidrətül Müntəhaya Müntaha keçə aşağıdadır bilədir. yoxsa ərş? Bir də qulaq as bir dəqiqə. Ərş Yox, yuxarıdadır Sidrətül Müntəhana Sidrətül Müntəhana aşağıdadır. Ay sağ ol. Cəbrail keçə bilmədiyi bir yerdə sən necə deyirsən ki, Cəbrail ərşdə idi? Sən kim deyir ki, Sidrətül Müntəhana keçəndən sonra ərşi keçsən? Sən kim deyir ki bunu? Qardaş, Sidrətül Müntahanın məqamı aşağıdadır.
Göyün Sidr ağacı 4. Abi Amma ərş sidr isə ağacı 7-ci qatdan yuxarıdadır. bir dəqiqə başa düşdüm. Ya, o demək deyil ki, sən sidri keçə bilmirsənsə, ərşə get. Mələklər Yaxşı, ərşə Məhəmməd yüksəlir. sallallahu aleyhi və aleyhin. Qulaq as bir dəqiqə. Sidratul Müntahanı keçməsi onun üstünlüyü demək deyil səncə? Sidratil Mümtahana, bax qulaq as qardaş, bir dəqiqə deyəm. Mahmud məqamıdır. O ayrıca bir məqamdır, xüsusi bir məqamdır. Təbii ki, yəni Və o- Mahmud məqamına çatan bil. Cəbrailin ora girə bilməməsi, Cəbrailin ora girə bilməməsi. Yox, bax qulaq as. Cəbrailin o məqama girə bilməməsi o məqamın Muhammed sallallahu əleyhi və səlləmə xas olmasından dolayıdır. Başa düşdün? Amma Cəbrail belə ondan da yuxarı ərşə qədər yüksələn bir mələkdir. Bir dənə dəlil gətir. Bir dənə dəlil. Ərşdə, deyir Allah Teala ayədə ki, ərşdə ona itaət olunur. Mələklər və ərşdə ruh onun itaət yanına. olunur. Bax deyim sənə, ikinci ayə. Mələklər və ruh, onun ruh deyəndə Cəbraildir burada. Ruh, Mələklər və ruh demək. Cəbrail Ha, mələklər və ruh. bir məxluqdur. Oradan gətirib onu sən Cəbrailə. bir dəqiqə qulaq as. Yox, mələklər və ruh Cəbraildir bu ayədə. O məsafəsi 50 min ilə yaxın olan məsafədə ərşə yüksəlir, Allahın yanına yüksəlir. Nədir orada yüksələn? Yüksəlirlər onun yanına, Allah Teala'nın yanına məsafəsi 50 min ildir. Allah Taala'nın yanı haradır? Ərşin üzəri. Allah hər şeyi Alparslan, ay Alparslan. Baba, qurban o Bir müdafiə. dənə sana sual verim Alparslan. Muhammed Sallallahu getdiyi o məqama başqa peyğəmbərlər də gedə bilib, onu bilmək istəyirəm. İbrahim Aleyhisselam. Həmin məqamı o da yüksəlib. İbrahim Aleyhisselamın məqamı da yüksəkdir. Yəni Muhammed sallallahu aleyhi ve sellem'dən dəncdir başlayır. Qardaş, Peyğəmbər sallallahu aleyhi və səlləm məxluqatın ən üstünüdür. Allah Məxluqatın yox, bəşəriyyətin. Məxluqatın yox, Bütün bəşəriyyətin. məxluqatın gözlə deyəcəm Gəlin, deyəsən. Səbir. gəlin. Ey iman edənlər, Allah və mələkləri ona salavat göndərir. Siz də ona salavat göndərin. Hə, bu o demək ki, Allah'tan üstündür. Cəbrail peyğəmbərə salavat Allahdan yox, göndərir. astagfirullah. Ha, yox, bu Allah da göndərində Allah'tan üstün olur. Yox, astagfirullah. Bu nə dəlildir, nə gətirirsiniz? Bu nə dəlildir? İmam Buxar nədir ya? Əbu Hanifə Fiqhul Əkbarda bilsən nə danışır? Nə deyir? Məhəllənin səsinə bax, var yox nə? Hə, Xarabadır. mən Aban və alimdir, qardaş. Mənə dəlil gətirin. Ha. Qurandan və sünnətdə. Sənin Peyğəmbərin sözü, alimlərin Allahın ümmət sözü. icma edib ki, məxluqatın ən üstünü Qardaş, peyğəmbərdən məxluqatın yox, bəşəriyyətin. İnsanların Cəbrail niyə üstün olsun Muhammeddən sallallahu aleyhi və Qardaş, mənə səlləm? dəlil gətir. Çünki Allah Teala Sənin Quran-ı öz Kərimdə deyir ki, sözünün ərşdə dəlili Cəbrailə. nədir? Allah Teala Öz Quran-ı söz- Kərimdə deyir ki, ərşdə, bir dəqiqə döndür, deyir ki, ərşdə itaət Ha. olunur Cəbrailə. Ərşdə Cəbrailə itaət Muhammed olunur. olun bu. Gətirdi, Muhammedə harda itaət olunur ərşdə? Harda itaət Sual olunur? Dəlil verin. var. Sual verin. Dəlilin var mı? Sual verin. Dəlilin var mı? Qışqıranda haqlı çıxmırsan. Sual verin. Gətir də qardaş, dəlil gətirin də niyə oradan buradan da? Ay qardaş, qışqırma da Alparslan, qışqıranda onsuz hamı bilir səhv söz deyibsən, bəsdir də. Ha, rəyi gətir də, rəy deyib, siz rəyi... Ay qardaş, o ayənin təfsirində kim deyib ki, Muhammeddən üstünü Cəbrail? Birləmə kim deyib ki, Muhammed Gətir ondan üstündür? ayəni deyirsən, Mufass təfsirini də gətir. Kim deyib ki, Muhammed onlardan üstündür? Ay ümmətin Peyğəmbər icması xəbər var, verdi, sonra Allah edirsən xəbər sən. verdi sizə bunu. Kim xəbər Ay verdi? qardaş. Məqam. Məqamul Mahmud elə Qardaş, bundan onu haç şimdi olur. Deyirəm ki, mənə bir dənə dəlil gətirin ki, Peyğəmbər deyib, harda deyib ki, mən Cəbraildən üstündə. Sənin Ay dediyin şəfayət Peyğəmbər hədisi, kürsü hədisi. Peyğəmbər harda deyir ki, mən Cəbraildən Sənin o üstündə. ayəvin təfsirini gətir görək hansı imam sələfdən deyib ki, bu ona dəlildir ki, haşa Cəbrail Muhammeddən üstündür. Ha, heç müqayisə eləməyiblər. Niyə müqayisə Mukassırlıq eləməyiblər? niyə edirsən Alparslan? Kim deyib Niyə onu? aç dəlil gətir, ya müqassir özün sənə dəlil gətir. Ya dəlil gətir, ya çıx bayra. Tural Boş danışma mənə. Ya dəlil gətir, ya boş danışma. Ayənin təfsirini ekrana Aç qoyacağım. dəlil gətir. Dəlil gətirə bilirsən. Dəlil gətirə bilirsən. Təfsiri qoyacağım ekrana ayəni. Aç dəlil gətir, dəlil gətir mənə. Quran və Həmin sünnədən dəlil ayəni gətir. denəndə mənə təfsiri Aç qoyacağım. Quran və sünnədən dəlil gətir. Bildin sən hansı ayəni dedin? Mən Ərşi iddia itaət eləmirəm. olunur. Mən iddia eləmirəm. Yox, Tural yox. dəlil gətir ki, Muhammed Peyğəmbər Cəbraildən üstün dəlil gətir. Yox, Tural sana ant verəm Allah hansı ayəni dedin? Mən təşvir 21-i deyirəm. Deyir ki, o sözü hər yerdə eşidilən etibarlı bir elçisidir. Təbəri gətirir ki, ərşdə mələklər Cəbrail əleyhissalama itaət edir. Orada peyğəmbər haqqında heç nə yoxdur. Mələklərdən danışır.
bundan əlavə qaldı ki, sən bayaq hədis dedin, şey gəlib, Cəbrayıl gəlib dinini öyrətmə. Rəylərimizi bir dənə Hədisi də səhv qoydular. dedin ha sən bayaq. Hədisdə peyğəmbər Rəylərimizi deyir ki, qoydular ha, mən yo, sən hədisi səhv dedin bayaq. Hədisdə Nə peyğəmbər deyir ki, Cəbrayıl gəlmişdi sizə dininizi öyrətməyə, demir mənə. Siz kimsiniz? Cəbrayıl gəlmişdik. Bunu hamı bilir ki, peyğəmbərlə danışırsa peyğəmbərə və dinə. Peyğəmbərə din öyrətmirdi. Əhsaba din Kim öyrətdi öyrətmirdi. peyğəmbərə dinini? Peyğəmbərə kim gətirdi öyrətdi? Heç Allah. Ya kimin var? Allah'tan kork ha, sen ne yalan adamsın ha burada. Piriton ne yalan ha qardaş? Ha kardeş, peygambere ayarları kim getirirdi Mösyö? Gətirir de kuryer kimi deyək. Nətər başa düşürsünüz? Ay, niye Hansını kuryer deyək? diyor? Muhammed de insanlar arasında kuryer idi de ne adet var ki? Ha kardeş, Peygamber sallallahu aleyhi ve sellem ayetleri Cebrail'den alıp bize öğretirdi. Neuzubillah, peygambere kuryer diye. Ay qardaş, fakt həmin hədisdə deyir ki, sizə dinini öyrətməyə gəlib. Niyə üst başçılıq edirsiniz? Ben dedim Cebrail geldi size dilinizi öğretti. Ben ne dedim O ki? sizlerden idi de. Sən dedin ki, Cəbrail gəlmişdi din öyrətmə. Elə bil peyğəmbərə din Ben sual öyrətməlidir. çünkü sualı veren dini öğrendi. Sahabı veren öğrendi. Qardaş, həmin ayəndə təfsirini qoyuram ekrana. Niyə mal alıram? Hasanov, ha Hasanov, bir daha mı dayansın Hasanov? Lüfü mahfuz hardadır. Ora niyə gedirsən? Elə Ha başka sual veriyorum da kardeş, xahiş edirəm cevap ver. Ayəni gözləyirəm. Ayənin təfsirini qoyacam ekrana ki, heç kim demiş. Geçmə ora. Cəbrail Lüfü mahfuz hardadır. Demirəm. Çünkü sərf eləmir sənə. Elə şey qoyacaq qabağıma ki. Bilmirəm desən, Kardeş olsa bu cahilətimizi Cebrail ilde bir görürəm. defa gelip peygambere Kur'an'ı öğretip, ilde bir defa gelip tekrar attırıp öğretip, Bəli. Öyrətmək üçün gəlib. aklınıza öğren ilde 2 defa gelip öğretip, Ay qardaş. gidin nağılınızı Quran başka yerde danışın. tamamlanandan Nağıl sonra nə çabuk öyrətdi bu başka şey yerde yaxşı? Quran tamamlanandan sonra nə öyrətdi bu Cəbrail? Hatta bu Kur'an tamamdan sonra peygamber vefat elədi. Kurtardı. Haber verdiler ki sen artık ölürsen. Misyon tamamdı. Sonuncu ilə ayə hansıdır? Bilmirəm. Ona denən ki, Öz nəfsindən danışma. Həsənov müdaxilə eləmə. Həsənov Sonuncu əhlüsünnə gör. enen ayette dedi ki ben Cebrail'den üstünəm. Yo. Sonuncu ilə ayə nə vaxt denib? Onu mən gətir. Yok hardan çıkardıysan delil getir. Ki Muhammed sallallahu aleyhi ve Misal, sellem bir əgər sözünü son getirir. ayə... Qulaq as da, deyirəm, sən qışqıranda haqlı olmursan. Burada Mənə haqlı sufilərin deyilsən. sözləri ilə gəlməyin. Sufilərin Sufi rəylərlə söhbəti gəlməyin. deyil, misal Delil üçün gətirin bana. Qulaq as deyirəm də, Alparslan cahil danışma da. Elə bil etibarla danışam, Allahdan qorx da bir. Etibar buradaki etibarlık eləyən sənsən. Delil yok bir Ay şey yok. imkan boş ver danışırsan. gətirirəm. Maide 3 emmiyib sənin etiqadıma görə. Maide 3'e ne adet var? Maide 3'te değil ki İndi deyədən nə ayət var? Maide 3 Maide 3'te sənsin değil ki dedi. Muhammed Cebrail'den Ay imkan üstündür. ver. Vallahi yalan danışırsan. Maide 3 nə vaxt denib? Deyirəm ki Maide 3'te değil ki Qışqırma, Muhammed Cebrail'den qışqırma. üstündür. Başa qışqırma. Maide 3 neçənci il denib? Deyirəm ki Maide 3'te değil ki Muhammed Cebrail'den Amma sənə üstündür. deyəcəm nə deyir? Maide 3 neçənci il denib? Deyirəm ki Maide 3'te değil ki Muhammed Cebrail'den üstündür. Hasanov, Maide 3 yox, mən sən görsən şey cəhmil eləyirsən bu dəqiqə. Maide Ola 3-ün cəhmilə endiyi eləyən gün vaxtı cəhmilərdən başqa hava və həvəsindən danışan Ay yoxdur. qardaş, Maide 3-ün endiyi gün ilə Peyğəmbərin ölüm günü arasından neçə Ne il olsun keçib? ne oldu ki onda ne değişti? Onda dedi ki ben Neçə il Cebrail'den keçib? üstünəm. Bu Onda Peyğəmbərə dedi ki Quran ben Cebrail'den öyrədir. üstünəm. Ay qardaş, sən deyirsən ki, Quran tamamlanıb, Peyğəmbər unudur, Cəbrail yenə Deyirəm öyrədir. ki, Unudur yenə. onda dedi ki, Ana, mən neynirəm Cəbraildən bu üstünəm. Peyğəmbəri? Dedi Ay, ki bu ben unutan Cebrail'den Pey- üstünəm. Ay Allahın dinini unudan Peyğəmbəri neynirəm mən? Deyirəm ki Sənin müstəzəf qələmə ben verdiyin nağıl Peyğəmbər danışmayayım, kimə mən söhbətə lazımdır? gəl. Mövzuya gəl. Ay qardaş, sən Muhammed müstəzəf deyirsən Cəbraildən üstün Peyğəmbərə. gəldi, Neynirəm o dəlil gətir. müstəzəfi? Dəlil gətir. Ay deyir Quranı unudur, Quran öyrədir Cəbrail. Ay qardaş, Deyirəm müstəzəf ki, çıxartdın hadi Peyğəmbəri. Kur'an'dan danışmırıq biz. Biz burada danışırıq. Muhammed üstündür yoksa Cebrail. Və dəlil. Demədin ki, hər il gəlib öyrədir. O söz küfürdür. Dedim, dəlil. Öyrədir demə. Öyrədir Dəlil. deyirsənsə Peyğəmbər Dəlil gedir gətir. müstəzəf. Tamam boş danışmaya dəlil gətir. Ay qardaş, sən Peyğəmbər Qardaş elədin yox, müstəzəf. dəlil Səninlə söhbət gətir. eləməyin Qardaş adı yox, yoxdur. dəlil gətir. Dəlil. Aranızda müstəzəf Peyğəmbər qəbul edən var Alparslan dinindəkini. Dəlil. Nağıl rəylər bu cəhmiliyi gəlib başqa Ay yerdə kim eləyəsən. deyir, kim deyir Cəbrail O üstün? cəhmiliyi gəlib başqa yerdə eləyəsən. Dəlil Ay gətir. kişi, Cəbrail üstünün sözünü deyəni gətir. Allah'tan nazil olmayan din deyil. Muhammed'den gelmeyen haberde haber deyil. Senin rəyində vururam divara. Dəlil gətir bana. Mənim rəyim yox, ümmətin icması. Aç şey, ümmətin ümmətin icması zad yoxdur elə bir icması. And içə bilərsən, de vallahi yoxdur. Ümmətin elə bir icması yoxdur. De vallahi yoxdur.
Boş danışmadan getir. Getir. E vallahi yoxdur. Getir de Ədəb kardeş 5 icma getir ki paylaşıram. ümmet İzmir'im ki Cebrail Muhammed Cebrail. 5 ayrı nəsildən icma paylaşacağım. De ki Hadi vallahi get yoxdur. getir. Get. And içki yoxdur. And içki yoxdur. Getir. Açı getir de Beş ne ayrı uzatı nəsil. seni? Var getir de. Yox, yox, de ki yoxdur da. Var De ki getir and içki de. yoxdur. Delil yoktu boş danışıyor ki. Bu Tövbe adamın elinde eləyəsən ki, bir delil yoktu. Peyğəmbərin Çıkıp burada müqassirlığa bana görə boş tövbe danışma. eləyəsən. Delil yoktu Peyğəmbər getir de Allah- kardeş delili. Ay qardaş, müqassirlığa görə tövbə eləyəsən paylaşıram. Açı deyirəm ki sen delilimi getir. Ben delili görəndə ben zaten delile tabi olan adamım. Delilimi getir. Bayaqdan dəlil deyirik, şəfayət hədisi, Dəlil mehrab gətir. hədisi, hamısı da küfr elədin getdi. Delil getir. Ay qardaş, deyirəm 5 ayrı nəsildən icma gətirəm. Belə Ha tövbə getir de eləyəsən getir ki, de. Kime istiyorsan benden getir de. qışqırma, Sen ne qışqırma haqqı getireceksen olmursan. getir de. Qışqırma, qulaq az. Müqassirlığa görə tövbə eləyəsən. Açı getir et ol da buradan uzak var oğlum buradan. Ay, Peyğəmbəri niyə ad saldırsan qardaş? Ha et ol da buradan kardeş sana ne? Ay, deyir sənə nə? Oh. Sana ne? Ateist olmaz, Delilin zor var, elin danış Allah'ı yoksa söylüyor. dışarıdan git. Delilin de alacak. Bu. Delilleri yok bir şey yok gelip ortada boş sohbet edeyim bana. Delilin var getir. Kur'an'dan sünneden delilin var. Bax, namaz qılanda Ağzına geleni danışır delil yok bir şey yok bu boş danışırlar. be. namaz qılanda imam üstündür, yoxsa onun arxasındakı imam arxasındakidən üstündür. Peyğəmbər sallallahu əleyhi və səlləmə Cəbrail əleyhissalam bütün namazları qıldırmışdı. Bir dəqiqə, Özü imam bir dəqiqə. qılmışdı. Peyğəmbər sallallahu əleyhi və səlləm isə ona Cavab, iqtidə etdi. sözü deyim düşürəm. Bax, Peyğəmbər sallallahu aleyhi və aleyhi Nəcm surəsində Sidratul Müntahanı keçməsi, Məqamul Mahmuda çatması, hansı ki Cəbrail əleyhissalamın ərşin üzərinə çıxa bilməməsi, ərşi yəni Yoxsa 7-ci qatı başqa keçə yerdə, başqa Sözü hədisdə kəsmə. gəlir ki, Sözü bildin də kəsmə. Bir də bildin. xahiş edirəm Başqa və sözü hədisdə də kəsmə. gəlir. Bildim də nə deyirsən? Həsənov, bildim. Qardaş Başqa şahsı ver hədisdə də də. gəlir ki, İslam Amma əleyhissalam Peyğəmbər sallallahu aleyhi və aleyhin ərşin də üzərində olan Məqamul Mahmuda getməsi, qardaş onun elə üstünlüyüdür. Ay Bu da qardaş, özünüzə bir ortaq sən çatmır. dinlə, sən də dinlə. Ha, nəysə. Rəbb Məhfuz Allah Subhanahu Allah'ın yanındadır. Qulaq tərəfə. Erş. Allah Teala'nın en Ay âli sen hemen mehlukudur. adamsan ki Alparslan geçen de Bir dakika kulak as, bir dakika kulak as. Allah Teala'nın yanında, bir dakika diyan. Ne danışsan neyse. Mahmud mekamından üstündür. Ay kardeş Erş'te de sen Cibril'e hemen ki imtihan adamsan olur. ki Bahattin'in Cibril yanında bütün peygamberlere vahiy getirip. Kulak as. Sen dedin ki erş 7. semadan aşağıdadır. Bunu sen demişsin. Yukarı kim Bahattin dedi ben yanında. dedim sen 7. semadan aşağıdadır. Ne vakit dedim? O sen demişsen. Ha deli sen Erşen yukarıdadır mezeler sen. Ha onu sen demişsen de Bahattin yanında Ha, dedin onu bunu. de- Ha Demez, boş ha. danışma canım kişi. Mukassir də olsa onu deməz, yox. Ay vallahi billahi Bahattin'e karşı dedim. Açıq aya var da deməz. Ha cəhmiler Bahattin kaç desə yere boşa cəhmiler getsin. düşünceden delil getirin. Boş Ay danışma. ben özüm oradayım. Mənə yapışmır. Kimə yapışsa da mənə yapışmır. Oğlum elinizde hadis yok, aya yok. Ne boş Aylar, danışıyorsun burada? icazə versən cavab verim. Ay Necm suresi delil döysən ha. Nazım suresinde ne değil? Peygamber Cebrail'den üstün değil. A sənin öz dediyin dəlil hanı? A bir dənə deyən görüm. Benim öz dediğimin delili budur ki. Allah deyir ki, iddiyadan dəlil gətirsin. Ya, Bayaqdan deyirəm. küfr edirsən peyğəmbərə. Gətir görüm Bak kulak dəlili. as, kulak as Ha. diyeceğim sana. Ha, Ne buyur. delillerimi sayıram kulak as. Danışmadan kulak as. Bir, Narahat buyur. Erş'te Allah yanında möhtərəm, Erş'te itaat olunan baş melektir. Bir, bütün peygamberlere vahiy getirir. İki, Muhammed sallallahu aleyhi ve selleme namazda imam durmuştur. Üç, Muhammed sallallahu aleyhi ve selleme Kur'an'ı öğretmiştir. 4. Muhammed sallallahu aleyhi ve selleme bütün yolu göstermiştir. 5. Sonra. İndi Muhammed sallallahu aleyhi ve sellemin ondan üstün olduğuna delil getir. Qışqırmırsansa cavab verin bir-bir. Ver. Peyğəmbəri sənə tanıdım. Birincisi namazda imamlıq üstünlükdürsə, Əbu Bəkir peyğəmbərdən üstün olur. Əbu Bəkir peyğəmbərə imamlıq eləyib. İkincisi səhabənin nəşidləri var, sən də bilirsən, mən də bilirəm. O nəşidlərdə salavatla bağlı nəşidlər var. Deyir salavat göndərin məxluqatın ən şərəflisinə. Salavat göndərin məxluqatın ən şərəflisinə. Üçüncü bir şey, Mehrac hədisi. Dördüncü bir şey, Maqam-ı Mahmud. Ki, orada da nə deyir? Mücahid deyir ki, Allah qiyamət günü Muhammədi ərşdə özü ilə bir yerdə oturacaq. Bunu inkar edən alimlər belə deyib ki, hədisi, rəvayəti inkar et, təfsiri inkar etsə belə deyib ki, kim desə ki, Peyğəmbər o məqama layiq deyil, o kimsə kafirdir. Bax, rəvayəti, təfsiri qəbul etməsə belə, onu qəbul
belə layiq deyil deyənləri təkfir ediblər. Bu mücəssim əşarları məsəl üçün. Sözünə tan O odur ki, hədisi heç kim qəbul eləməyibdir. Bu ged o hədisi götür özünə saxla özündən bərabər mücəssim eləyir. kim qəbul eləməyib? Bax icma paylaşaram vallahi Dedim sələfdən. get o hədisi götür özündən bərabər, özündən mücəssimlərlə bərabər gedib o Allaha and olsun o mücəssim sözünə Əhmədi başda. Bax birinci Əhməd Deyirəm ki, heç yazaram. kim o hədisi səhih olmayıb. Yaşım qədər salaf alim yazaram Heç vallahi. kim onu qəbul eləməyib. Heç Deyirəm kim. vallahi Əhməd hədis başda zəif Alparslan. O hədisin Ay, əsli yoxdur. Möhsin, imam Dur, durmaq dur. məsələsində Əbubəkr Əs-Siddiq Peyğəmbər sallallahu əleyhi və səlləmə imam durduğu söz yox, ayət məsələ. Peyğəmbər sallallahu əleyhi və səlləm əvvəldən iqtida etmişdi Əbubəkirə. Yox, xəstəydi deyə, o xəstəliyə də. İkincisi də ki, Cəbrail əleyhissalam öyrətmək babından Peyğəmbər sallallahu əleyhi və səlləmə imam durmuşdu. Danışdınız, qurtardınız qardaş. Hə. Nəysə mən yenə deyirəm. Gedin etiqad kitablarımız əlimizdə var. Usul sünnələr, kitab sünnələr, şərh sünnələr, əs sünnələr. Bir 50 dənə alimin adını mən yazaram. Gedin gətirin ki, məsəl üçün hansısa elə Əbu Hanifənin Fiqhul Əkbarı ki, orada deyir ki, məxluqatın ən üstünü Muhammeddir sallallahu aleyhi və səlləm. Dediyinizə etiqad kitabından dəlil gətirin. Pisinizə gəlməsin, dostluq, qardaşıq özyer bizdə. Amma heç birimizin ağlı bir-birimizə hüccət deyil. Ayə deyirsən, deyərəm təfsir gətir. Gətirməlisən variantın yoxdur, çünki sən Quranlı deyilsən. Sən ağlı, sən ağlı ümumiyyətlə hüccətdir. Sən ağlı kəm ağıldır, hüccətdir. Kəm ağıllar heç vaxt hüccət olmayıbdır. Mən demədim hüccətdir. Mən deyirəm etiqad kitablarını başa. Yəni etiqad kitabı, hansı etiqad kitabında deyirsən yazılıb ki, Muhammed Cəbraildən üstündür? Hansını? İmamın Əbu Hanifənin Fiqhul Əkbarı. Harda yazılıb? Gətir. Paylaşaram ərəbcə, nə problem var? Yox, Ferraqano, əlli görürsən müsəlmanlara aid məsələdir, əşari. Səhifəsini deyirəm, baxın bu dəqiqə. Harda? Bu dəqiqə mən Səhifəsini məzbəmdə deyirəm. səhifə var, mən chat GPT-yəm sənin üçün. Nə elə ayrı vaxt çat gəpədən. Deyirəm ərəbcəsini atarım, paylaşaram, öyrənərsiniz də Peyğəmbər tanıyarsınız. Dəlilimiz yoxdursa, niyə boş-boş danışırsınız? Öpəsən. Allah ki, bilsən ki, paylaşacağım, rahat ol. Sənə də paylaşacağım, Maqam Mahmudun icmasıyla paylaşacağım bu ayaqqabı ibadət edən əliyə rəddiyə üçün, narahat olma. Bilsən ki, deyirəmsə paylaşıram. Özdə ərəbcə gələcək icmalar. Mükassırlıqdan çıxarsın inşallah. Yəni, sənədir bu sözüm. Rafiziyyə rəddiyə üçün də Peyğəmbərə alçaldırıq, auzubillah. Günümüzə, güzaramıza bax, hə. Deyirəm, sahabə nəşidədir ki, salavat deyin məxluqatın ən şərəflisinə, deyir, yox, Cəbrail üstündür. Heç nə, boş ver, onu qəbul eləməyəsin. Harada deyir? Sahabə öz nəşidlərində, indi deyəsən onlar da sufidə, Başa düşdüm. Nəşid mənim üçün dəlildir. Ərəb dili şeiriyyatı dəlil deyil adama Xeyr, gəllər. dəlil deyil. Xeyr, dəlil Necə deyil. dəlil deyil? Sənin alimlərin Dəlil deyil, ərəb qardaş. dili ilə... Ərəb dili ilə bu boyda dində mənim kitabımda, mənim Peyğəmbərimin sünnətində dəlil yoxdur, mən möhtəc qaldım. Aç Fiqhul Əkbarı oxuyaq da bir yerdə. Yox, niyə Yayın gedir, əlinizdə bala bir bala. dəlil yoxdur? Bir uçurdumsunuz 3-5 dənə sufi dəlil uçurtmusunuz. Mən dəlil gətirirəm. Öyle hamızda İcazə ver, sən dəlil gətirirəm. Bax, diqqət elə. Əhzab surəsi 56-cı ayə Təbərin təfsirini aç. Deyir, bu ayədə Allah Taala Peyğəmbəri Muhammedin öz dərgahında və uca məxluqlar olan mələklər yanında daha üstün məqama malik olduğunu xəbər verir. Məhəmməd sallallahu aleyhi və aleyh məhd etdiyinə, mələklərin onun üçün dua etdiyini xəbər verir və biz yer üzündə yaşayan insanlara da ona həmd etməyi əmr edir. Ayədə salat sözü işlənilmişdir. Bu kəlmə Allaha nisbət verildikdə rəhmət, mələklərə nisbət verildikdə isə namaz qılmaq və bağışlanma diləmək mənasındadır. Abdullah ibn Abbas dedi ki, burada bu söz təbrik və tərif mənasındadır. Kəb ibn Ucrə deyir, ey Allahın Rəsulu, biz sənə salam verməyi bilirik, sənə salavat necə göndərək? Allah Rəsulu sallallahu aleyhi və aleyh buyurdu, de, Allahümmə səlli əla Muhammedin və əla Muhammedin kama səlləytə əla İbrahimə Və ələ İnnəkə İbrahim. hamidun məcid. Allahümmə bərik əla Muhammedin və əleykə Muhammed əleynək. Ələyn Muhammedin və əleykə əleymə. Allahım İbrahimə rəhm etdiyin kimi Muhammed və onun ailəsinə də rəhm et. Şübhəsiz ki, sən tərifə layiq, izzətlisən. Şübhəsiz ki, sən çoxlu təriflərə və ehtiramlara layiqsən. Buxari, Təfsirül Quran surəsi, Əhzab surəsi, bab 10, Səhih Müslimdə isə Əs-Salah babı 66-cı səhifə, hədis 406. Buyur oxu. Burada deyir ki, onun məqamı mələklərin məqamından üstün etdi. Sən gətirib onun üstün məqamını burada dəlil hardadır? Yox, bir dəqiqə deyəm. Burada dəlil hardadır?
Qardaş demək ki, uca məxluqları mələklərin Ya bir arasında de burada məqam delil üstünlükdür. hardadır? Delil. Alparslan, sən harandan qulaq asın? Təbərinin Diqqət rəyi elə. dəlildir. Hardan gətirim sənə? Yox deyirəm təbərinin rəyi dəlildir. Siz qəribə insanlar siz dəlil deyirsiniz, dəlil istəyirsən gedib rəy gətirirsiniz. Rəy nə vaxtdan dəlil olub ümumiyyətcə? Bax, hətta İbn Kəsir də deyini söz keçir. Orada da Peyğəmbər sallallahu aleyhi və aleyhi məqamını mələklərdən üstün eləyir Allah. Müqərrəblər də daxil. Aç oxu. Hardan gətirim sənə dəlil? 2 dənə təfsir gətirdim. İbn Kəsir Təbəri. İbn Təbərdə neçənci ayəni dedin? Əhsab 56. 33-56 bax. Əhsab nəysə. Qardaş, mən yenə deyirəm, gedin tövbə eləyin. Alparslan, cəmaatda soxursan mükassırlığa, ayıbdır. Cəmaat Peyğəmbər tərifləyir, budur deyir ki, Cəbrail üstündür. İnsanların tamamını mələklərdən üstün tutanlar var ha kişi. O rəydə olan əhlüsünnə alimlər var. İnsanların tamamı deyir ki, mələklərdən üstündür. Çünki Allah Azza və Cəllə insana nəfs vermişdir. Günah edir, tövbə edir, bağışlanır, tövbə edir, bağışlanır, tövbə edib bağışlanaraq mələklərdən üstün olur deyən alimlər var. Sən nə yalançı adamsan Həsənov. Orada Təbərinin təfsirini də belə əyilib oxursan. Orada deyir ki, mələklər qatında deyil Peyğəmbərin üstünlüyü vardır. Təbəri təfsiri. Ha sən bir oxun nə ayıbdır. Bu Allahdan Təbəri qorxun. təfsiri. Bu ayədə Allah Taala Peyğəmbəri Muhammedin öz dərgahında və uca məxluqlar olan mələklər yanında. Mələklər yanında üstün məqamı. Mələklər yanında üstündür. Qardaş, mələklərin içində Cəbrail getmir. Ha deyir mələklər yanında üstündür. Mələklərə görə mələklər ondan orada o məna çıxmır. Mələklər ondan o mələklərdən Hansı üstündür. məna Mələklərin çıxır? yanında üstünlüyü vardır. Deyir öz bax qulaq as. Diqqət Deyir mələklər onu üstün bilirlər. Deyir mələklər onu üstün bilirlər. Qardaş, bax deyir Məhəmmədin, Allah Taala Peyğəmbəri Məhəmmədin öz dərgahında Bu və ekrana uca qoyun. məxluqlar olan mələklər yanında daha üstün məqama malik olduğunu xəbər verir. Bir də oxu. Cümləni bir də oxu. Alparslan, Allaha ant verirəm, fırlatma da. Burada Peyğəmbər sallallahu aleyhi və aleyhdən gedir. Şiə sünni söhbəti getmir. Rafizlərə rəddiyə versin deyə bütün əhlüsünnə etiqadın yalanladı kişi. Da Rafizlər Allaha iman edir, Allaha da küfr edir, yavuzbillah. Mövzu aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərimizdir. Durub burada nəfsini qabartma Alparslan. Yəni, arxaya addıma at, başa düşdükdə, yəni ola bilər. Səhv demsən, yəni bağlayaq mövzunu getsin. Bu mövzunu müzakirə eləmək belə düzgün deyil. Peyğəmbər sallallahu aleyhi və aleyhinə Cəbrail əleyhissalamı yanmayan İmkan ver indi imkan ver. İndi imkan ver. Bir ona görə hamınız belə zındıq olub getmisiniz də. Çünki oxuduğunuz şeyin nə məniyə gəldiyindən xəbərimiz yoxdur. Bax deyir ki, Məhəmmədin sallallahu aleyhi və səlləmin öz nəzdində, yəni Allah nəzdində və uca varlıqlar olan mələklər qatında üstün bir məqamı olduğunu bildirir. Bu mələklərdən üstün olduğu anlamına gəlmir. Mələklər qatında üstün bir məqamı vardır onun. Mələklər belə neynirlər? Mələklər belə onun üçün dua edirlər. Yəni mələklər qatında onun Nə deyir orada? üstünlüyü vardır. Birinci nə deyir? Birinci nə deyir? Allahın nəzdində. Allah nəzdində və uca varlıqlar olan mələklər qatında üstün bir məqamı vardır deyir. Ay sağ ol. Uca varlıqların içində, yəni müqərrəblərin içində Cəbrail əleyhissalam gedir yoxsa yox? Ha ona görə yox. rafiz olmusan. Ona görə rafizsən də hər şey. Ay, Sən Həsənov, əsl müsəlman etiqadındasan. Yəni oxuduğunuz məktəb oxumursunuz ki, o elementar bir dənə cümlənin nə mənaya gəldiyini başa düşəsən. Nə işlər? Gözlüyün indi mən bir dənə bir şey deyirəm. Alparslan, bu əhlüsünnə, sən əhlüsünnə döysən, ona görə deyirəm. Bu əhlüsünnə kitablarında bu Mehrac hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hər səmanın üzərinə qalxdıqda, yəni daha yüksək səmaya Bir qalxdıqda. dəqiqə deyir, hələ bu dəqiqə deyir. İndi oxu bunu. Oxu, sən oxu. Kim Bu oxusun? ayədə deyir ki, mələklərdən üstün yoxsa mələklər qadında bir məqamı var. Səbirli ol da, səbir ol, Oxu da ona oxu, gəlirəm. təbərinin fikrini Ay oxudur. qardaş, aman ver də. Görsən əhlüsünnə etiqadını başa sallam, aman ver. Yo, əhlüsünnə etiqadını başa salma. Rafizə etiqadı lazım deyil əhlüsünnətə.
Bir aman ver ayıptır. O kadar rafizlerle oturup durmuşsan ki rafizliği sen kalma işleyeyim. Haberin yoktu dünyada. Elhamdülillah. Tək mən Peyğəmbəri sevdiyimə görə rafiz olum. Peygamber'i sevmirsen o ilahlaştırmadır, sevmek değil. Ha, yaxşı da icazə ver. Bu Peyğəmbər Mehracda samanın qatlarına Bir de bu qalxanda ayağını oku, senin rəyindense təbərinin rəyi daha mı gözdə də, gözdə. Gözdə də bir. oku. Ha, yaxşı, sən oxu, imkan verməyəsən. Sonra mən İslamı Delil danışarım. getirmiştin de getirdiğin delil meseleye delalet eləmir. Niye getirmişsin bu delili? Amma mən səndən təbərrü söhbət elədim ha. Delil getirdin ki bu ayə, bəyək ayə okudun ki Allah ve melekleri dua edirlər. Delil neye getirmiştin? Danış qutar. Delil neye getirmiştin? Danış qutar, səni gözləyirəm. Qışqır bağırla çıxamayasan vəziyyətdən. Qulaq Delil as. neye getirmiştin? Ne bak təbər Qulaq sana as yalan deyir ki deyirəm. yok. Burada hiç şimdi Qulaq as. təbər insanda burada demir ki melekler o meleklerden üstündür. Deyir ki melekler katında onun bir üstünlüğü vardır. Qulaq as. O mələklər qatına o qədər üstündür ki, samaya yüksələndə samanın qapılarını mələklər qataraq gəlib açmırdı ki, Muhammed aramıza gəlib. Sizin Hansı- deyirəm Qulaq as, itaparan üçün sözünü məktəbdə bitirməmişəm. yaxşı. Mehrac hədisin, qulaq as. Mehrac hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məni görən mələklər yanıma qatırır salam verməyə. Ədəbiyyatından xəbər olanlardan bir 75 nəfərdən bir nəfər ana dilində oxuya bilən, ədəbiyyat oxuya bilən bir adam var, gəlsin bu mətni oxusun. Qulaq as, sözümü bitirim, sonra kim İsa'yla İncil Zəbur oxu, səbirli ol. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məni görə mələklər məni salamlamağa gəlirdilər. Demirdi mən məndən üstünlərin dalıca qaçırdım salam vermək üçün. Mövsüm, ay Mövsüm. Bax Mövsüm, Allah Peyğəmbəri görmək üçün mələklər sıraya düzülüb ki, Peyğəmbərə salam versin. Deyir, yox, Cəbrail o Zəhmət Mən olmasa sizə mənə dəlil gətirin də, xahiş edirəm. Bir dəlilinizin biri getdi. Dəli gətirəm. Dəli Gətir. gətirəm. Mövsüm, Allah nəzdində, bax gör nə deyir? Deyir Allah nəzdində. Allahın nəzdi ancaq mələklər qatıdır Mövsüm. Bax Allahın mən deyirəm ki, yanıdır, mələk Allah yoxdur nəzdində deyir. Muhammedin məqamı vardır. Bax mən deyirəm ki, Allah nəzdində Muhammedin məqamı vardır. Mələklər Mələklərdən nəzdində də üstün məqam. Muhammedin məqamı vardır. Sonra Amma Cəbraildən sonra da belə özü içində yox, hep burada deyirəm ki, Allah nəzdində Muhammedin bir məqamı var. Mələklərin nəzdində də Muhammed sallallahu əleyhi və səlləmin bir məqamı var. Mələklər yoxsa yox? Xahiş edirəm də bir dənə burada heç arada bax mən Sual dəlil verirəm də. Hə. Bax deyir ki, müqərrəb mələklərin qatında. Müqərrəblərin qatında Cəbrail var yoxsa yoxdur? Deyirəm ki, xahiş edirəm mən Cəbrail dəlil. müqərrəb deyil. Denən ki, Cəbrail müqərrəb deyil. Bağlayaq söhbəti. Denən müqərrəbdən də üstündür. Ay Ərəb, sən oxuya bilirsən mətni? Qardaş Cəbrail əleyhissalam. Hansı oxuyum Alparslan? Hansı oxuyum? Bax iki Allah Teala bax 56-nın aşağısındakı Allah Teala bu ayət kəlmədə Peyğəmbər Allah sallallahu Teala bu əleyhi ayət-i kəlmədə Peyğəmbər Həzrət Muhammedin özünə nəzdində və yücə varlıqlar olan mələklər qatında üstün bir məqamı olduğunu bildirir. Özünün Həzrət Muhammed sallallahu aleyhi ve sellemin öydüyünü, mələklərin də onun üçün duada bulunduklarını bildirir və yeryüzündə yayan biz insanların da onu övməmizi əmr edir. Ayət-i kərimədə səlat kəlməsi keçməkdədir. Bu kəlmə Allaha isnad edildiyi rəhmət, mələklərə isnad edildiyində dua və af diləmə İndi Arab bir dənə səbirli ol. Sən o qədər şeir əzbərləmiş adamsan. Bir dənə deyən görüm, mələklər qatında üstün bir məqamı olmaq, mələklərin qatında uca varlıqlar olan mələklər qatında üstün məqamı olmaq, mələklərdən üstün olmaq deməkdir. Yox, Bu cümlədə belə bir məna var. Nəzdində sözləri çıxardırsan orada. Hə? yox. Allahın nəzdində. Deyir və Allah mələklər nəzdində, qatında. Allah nəzdində və mələklər qatında üstün bir məqamı olduğu bildirilir. Alparslan, Qulaq as. sənə pis xəbərim var. Tural gözlə. İbn Teymiyyədən, İmam Şafidən, Abdurrazzaq Həssanandan, üçündən indi ərəbcə qoyuram ekrana, İslam'a gəl. Gözlə. Ərəbcə qoyma, mən öz dilimdə qoyacağam. Oxu, tərcümə elə qoy, denən. Özə kəkələm Alparslan. Konkret cavab ver. Hə, yox. Bu dəlillər var, bunların gətirdiyi dəlillər var. Ona görə bunlar hamısı rafiz olurlar da, bütün pis günə düşüblər beləncə. Bax belə oxuyur, bax fikir verib, cümləni oxuyur, mənanı başa düşmür. Mənanı başqa cür başa düşür. Bax bu cümləni oxuyur. Mənanı başa düşmək Alparslanın verdiyi şəhri qəbul eləməkdir. Kimlə istəyir, kim prosta məhz gəlmək haramdır. Kimlə istəyib apararam bir ədəbiyyat müəlliminin qabağına qoyaram, deyərəm bu cümlənin bir dənə mənasını denə. Kəkələmə ay imam düşmanı.
İtin abrından. Yox, yox, buna görə mənanı başa düşməyə bax, Alparslan şərhinə iman eləmək. Meyilli olur. Bax əhli sünnə olursunuz. Bax buna görə, bax bir-birinizə fikirlərinizi düzgün izah eləməməyə görə. Deyin görə nədir o qoyduğunuz... Nişan bir cümləni oxu da zəhmət olmasa. Hansını? 56-nı? Aşağıdan, Allah'tan başla. Allah Teala bu ayət kəlmədə. Allah Teala bu ayəti kəlmədə Peyğəmbər Hazreti Muhammedin kəndi nəzdində və yücə varlıqlar olan mələklər katında üstün bir makamı olduğunu bildirir. Nə yazır burada? Bildiriyor. Burada sağacaq. Mələklər qatında üstün bir məqamı olmaq, mələklərdən üstün olmaq deməkdir. Ay qardaşım, bax burada sənin yətdiyində yazır ki, Hazreti Peyğəmbərin kəndin nəzdində və yücə... Allah nəzdində, yəni kəndi nəzdində, yəni Allah nəzdində. Deyir, yücə varlıqlar olan mələklər katında üstün bir makamı olduğunu bildiriyor. Bildirir də yəni deyir ki, onların yanında yücə məqam sahibidir də Rəsul. Ay sağ ol, bəli, mən sənə deyirəm ki, Şam əmi, sənin mənim yanımda böyük bir məqamım var. İndi Allahın dərc yox. Bu demək deyil ki, sən məndən üstünsən. Deyirəm, sənin mənim yanımda böyük bir məqamım var. İndi gör nə deyirəm, bu dəlil, bu gətirilən var, bu əhl-i sünnədə də var, bu elə sünnə deyil ki, bu. Bu təbərin təfsiridir. Bax, ekrana qoyduğum İmam Nəvəvinin Müslim şərhidir, icmalar gətirir ki, Həsənova da atdım ki, Rasulullah bütün mələklərdən üstündür. Qabaqdan sağa. Qəbul eləmir, mükassırdır. Bax, icma deyir ki, sağa gedəcək, burada avtobus. Dəliz gətirir. Bax, bütün icma, əhl-i sünnə və əhl-i şiədə fərq eləmir, hamıya görə o bəşər peyğəmbərdir, bütün mələklərdən üstündür. Dəliz gətirir. Dəlil, Adəm əleyhissalam üstündür, mələklər. Sağ ol. Adəm əleyhissalam üstündür, yoxsa mələklər Alparslan? Ha, dəliz gətirir. Qurandan dəlil gətirirəm. Quran da sünnədə. Day tema nədir? Bir dənə səhv eləyib, bilmir nə tər çıxa vəzi. Bayaqdan provokka verir. Dəlilsiz danışırsınızsa, mənim üçün sizin danışdıqlarınız bir nağıldır yəni. Ekranda icma var, icmaya bax. Oxu da. Oxu. Ekranı böyüdür. Mən ekranda icma görmürəm. Ekranda bir yığın ərəb yazısı görürəm. Oxu. Yo, ekranı böyüdün hələ. İndi çağır ərəbcə bildiyin tələbələri ver. Görsən, gətirdim, qoydum ekrana, öz dilimizdə, insan oxu. Gözlə, türkçə istəyirsən. Oxu. Bax, bu ərəbcəni gördünüz burada. Tam ekran görsünüz. Hamı gördü. Gözəl. Tural, atmışam. Bunu bir dənə tərcümə elə oxu mənim əzizim. Heç Alparslan mükassırlıq edir bu dəfədə. Deyir ki, Peyğəmbər Cəbraildən, Cəbrail Peyğəmbərdən üstün danışır. Dəliz gətir. Oxuyuram. Oxu Tural. Ben deyirəm, ay Səbuhi, bir dəqiqə dayanın. Ay Səbuhi, Alparslanı bildik, sənə görə Cəbrail əleyhissalam üstündə Allah Rəsulu. Ha, səsin tutulub, belə eləmə, səsin baş danış. Dəliz gətirir. Əsası var. Mən deyim, Adəm əleyhissalam Quran-ı Kərimdə bütün mələklərdən üstün bir varlıq, məxluqdur. Quran-ı Kərimdə Allah Subhanahu taala deyir ki, Adəmə səzdə edin. Əgər sənin baxışınla baxsaq, Adəm əleyhissalama bütün mələklər səzdə edib. Onda niyə orada iblis üstün istəyir? Və iblis nə deyirdi? Deyirdi, mən ondan üstünəm. Mən Adəmdən üstünəm, mən oddan yaranmışam. Düzdür, qardaş? Düzdür. Adəm əleyhissalam hamısından üstündür, əlhamdülillah. Bu da sağ Qurandan dəlil, bəli. Ay hacı, üzr istəyirəm, bir də bunun mövsüm haqqını oxuyum. Bax, Peyğəmbərin sallallahu aleyhi və aleyhin fəzilətləri və xüsusiyyətləri barədə çoxsaylı və güclü sübutlar nəql olunmuşdur. Bildiyimiz qədərilə bu barədə heç bir rədd cavabı yoxdur. Aydın mətndə Rəsulullahın sallallahu aleyhi və aleyh xəlqin ən fəzilətlisi olduğu birbaşa və açıq şəkildə bəyan olunmuşdur. Bu isə onun bəşərin ən fəzilətlisi və Adəmin övladlarının seyyidi, ağası olduğu şəkildə rəvayət olunmuşdur. Əhsən. Bunu qəbul edə, bölmə. Sözünü kəsmə. Oxu. Sözünü kəsirsən oxu. Müslim öz səhih əsərində
4223-cü hədisdə Əbu Hüreyrədən rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və aleyhi buyurdu, mən qiyamət günü Adəmin övladlarının seyyidiyəm. Mən qəbirdən ilk dirilənəm, ilk şəfayət edən və şəfayəti qəbul olunanam. Bu hədis Rəsulullah sallallahu aleyhi və aleyhin fəzilətləri haqqında açıq aydın mətindir. Bu hədis onun bütün məxluqatdan deyir, ha, diqqət elə, üstün olduğunu sübut edir. İmam Nəvəvi Səhih Muslim şərhində yazır. Bu hədis Rəsulullahın sallallahu aleyhi və aleyhin bütün məxluqatdan fəzilətli olmasının sübutudur. Çünki əhl-i-sünnə alimlərinin görüşünə əsasən Peyğəmbərimiz, mələklər də daxil olmaqla bütün insanlar arasında ən fəzilətlidir. Bu nöqtədə İmam Nəvəvi sözünü bitirir. Allah, alimlər Peyğəmbərin yaradılmışların ən fəzilətlisi olması barədə fikir birliyi etmişlər. Bu məsələdə bəzi alimlərin sözlərini təqdim etməklə kifayətlənəcəyik. Demək, məsələyə dair bəzi böyük alimlərin istinadları İmam Şafi Əl-Üm, cild 4, səhifə 167, Əbdülrəzaq Əs-Sənani, Əl-Müsənnəf, cild 2, səhifə 419, İbn Teymiyyə, Məcmu'l Fətavə, cild 1, səhifə 313, Səhifə 313, Şiə İbn Teymiyyə, oxu. Əhsən, Rafiz İbn Teymiyyə, İbn Qəyyim, Təhzib-ü Sünən, hədis 1787. Bir dəqiqə Məcmu'l Fətavada baxın, gözlə. Nə oldu Alparslan? Söz deyirəm. Ay atkil oğlan. Ha, bir dəqiqə Gətirdiniz, yalancı çıxıb. Təbərini gətirdiniz, yalancısını onu da gətirəm, gözləyin. Yo, yalancı çıxmayıblar, orada üstündür. Ay körnə araba atki qoyan oğlan. Ay atkil oğlan, sənə görə kim üstündür? Cəbrail əleyhissalam yoxsa kim? Ha, səsi baş da. Bu aşağıda Salih kimdir onu rədd edeyim buradan. Nə yazır ki? Mən bir dənə də iddia edirəm. Sabuhi, Əhsəb 56 İbn Kəsir təfsiri. Səndə evdə var. Aç oxu gör nə deyir Ha, İbn bir Kəsir. səsi baş görüm Sabuhi. Alparslan çəkələnmə tez qayıt. Sənə görə Allah Rəsulü üstündür yoxsa Cəbrail əleyhissalam? Hansı üstündür? Allah Rəsulü üstündə ona görə. Və niyə Alpaslana heç nə demirsən? Niyə burada sakit durursan? Alparslan mənim qardaşımdır. Qardaşım Qətər Peyğəmbərin məqamına aşağı salırdıysa mən qardaşımdır. bastırasan, Peyğəmbər sallallahu aleyhi və aleyhin məqamını aşağı salır. Niyə danışmırsan? Bir şiyə desəydi burada cırırdı, ne onu? Eşitmirəm, mən hərdən görsən eşitmirəm. Ha, bilirəm, inanıram. İnanıram eşitmirsən. Bir sən eşitmirsən, bir də mən. Dayı bir dənə də deyən var. Alparslan'da türkçə İbn Kəsir komplektdir. Alparslan, İbn Kəsir Əhsəb 56. Aç qoy ekrana. Kitabı qoy belə kameranın qabağına. Oxuyun Mövsüm. Əbuhi, bilmirsən bu Cəfərov... Oxu, ikisinin də evində var komplekt. Oxu bu müfəssirlara. İbn Kəsir təfsiri Əhsəb 56. Buxari deyir ki, Əbül Əliyə şöyle dedim, Allahın Peyğəmbərə salatı mələklərin katında onu övməsidir. Mələklərin Peyğəmbərə salatı isə duadır. İbn Abbas isə övərlər ifadəsini təbrik edərlər, kutlarlar demək olduğunu söylər. Buxari hər ikisindən böyle kaydeder. Ebu Cəfər Ər-Razi isə bu ifadəyi Rəbi İbn Ənəs kanalı ilə Əbul Aliyədən naql eder. Rəbi İbn Ənəsdən də aynı şekilde nakl edilmiştir. İbn Əbu Xatimə rəvayətinə görə Əli ibn Əbu Təlha eyni ifadəni Abdullah ibn Abbasdan nəql edər. Əbu İsa Ət-Tirmizi deyir ki, Sufyan Əs-Sövri və başqa elm ərbabından nəql edildi ki, onlar Rəbbin salatı rəhmət, mələklərin salatı isə istiğfardır demişlərdir. Sonra İbn Əbu Xatim deyir ki, mənə Əmr Əta ibn Əbu Rəbahdan nəql etdi ki, o şübhəsiz Allah və mələkləri Peyğəmbəri övərlər. Kavli haqqında şöyle demiştir. Allah Təbərək və Teala'nın salatı, sübbuh, qüddus, rəhmətim, qəzabımı keçmişdir ifadəsidir. Bu ayətdən məqsəd budur ki, Allah Teala qullarına Peyğəmbərin ucaların ucasındakı mövqeyini xəbər verir. Ucaların ucası, direndi, Ərəb dili, Azərbaycan dili o tərəfə yoxdur. Ucaların ucası məqamı Muhammed'dədir, anamız atamız ona fəda olsun. Və bunu İbn Kəsir deyir, dədəm demir. Davam elə Həsənov. Davam eləyin. Da utanıram, risk bilmirəm dayı. Cümlə quramır. Dedi ucaların ucası. Ucaların, axıra belə gedir. ey mənim ədəbiyyat bilən qardaşım Sabuhi əleyhissalam. Ucaların ucasından o tərəfə söz bilirsən?
Ay qardaş, ta kimdən gətirək? İbn Rafizi İbn Teymiyədən gətirdik. 313 yazdı. Elhamdülillah kardeşiz gördünüz ki getirdi koydu. Mukassir sözü mənə yapışmadı. Cəhmi Ha, etiqadından. mən Alparslan qardaşımı təhləmiyim, nə ki? Yəni Yox, məcbur sıxmıram. birinci cilt səhifə 313-də ümumiyyətlə elə bir mövzu yoxdur. Hə sən aç şey deyil. Muxtasar PDF-ini sox bizə bilirəm. Mövzuya dəlalət birinci cildin başlıqlarına baxdım, heç ümumiyyətlə mövzuya dəlalət edən heç şey. Alparslan, cild 5, Alparslan, cild 5, səhifə 127 və səhifə 468. Bax, 2 dənə mənbə var. 5 səhifə 127 isim sifət tevhidindən bəhs edilir. Orada da bir şey yoxdur. Ay qardaş, İbn Kəsir evində var Alparslan. İbn Kəsir Əhsəb 56-ın təfsirində İbn Kəsir rəhməhullah deyir ki, ucaların ucası məqamının sahibi olduğunu bildirmək üçün Allah ucaların ucası deyirsə o dəlil olur. ümmət adından deyir. İbn Kəsirin o sözünə rəddiyə verən Bildi nə qədər bir dəqiqə deyir, ümmət yox istəyirsə prezident bir də dəlil gətirir. Ümmət də zındıqdır. Dəlil, ha kişi dəlil. O ümməti təkfir edir ki, peyğəmbərin məqamına Ümmət yox, dəlil. Mən dəlil tələb eləyirəm. İbn Kəsirin o sözünə irad verən olur. Eləyirəm də burada nə var ki, İbn Kəsir Dəlildir. Başqa vaxt İbn Kəsirdən də cəmaatı qanunu sərf eləməliyik. Dəlil nədir? Dəlil. İbn Kəsir, İbn Teymiyyə, Zəhəbi, nə bilim Nəvəvi kim qaldı? Deyən yoxdur səhifəsində elə şey. Adından yazıb atmışam ora, mən nə bilim nə oxursan. Ərəbcəsi var səndə İbn Teymiyyənin. Yoxdur burada. 313-də yoxdur səhifə. Sənin 313-ün PDF-in müxtəsəridir. Mənə yox. Görmüşəm o PDF-i. Xahiş edirəm yalan danışma. Bildimin tap oradan hardan tapasın? Tap göstər. Bəhrəmov Bəhrəmə yaz soruş ki, atsın ərəbcəsini atsın sənə. Denən. Dəlil xahiş edirəm. Orada gəlir. Dəlil. Özdə İbn Teymiyyə bax ya, əsl peyğəmbər şiəsi. Özü səhv sonunca qeyd edib. Fikir verdiniz? Yəni Alparslan, xahiş edirəm ki, etmə eləmə. Gec olmadan tövbə elə. İşdir, əsəbləşərsən infakura. Dəlil gətir. Hələ ki mən bir dəlil görmədim. Mətmul Fətava 1-ci cild. Dəlil. İbn Kəsir hədislə gətirdi küfür. Nə hədis İcma gətirdi? küfür. İbn Kəsir nə hədis gətirdi? Denən. Tural eşidirsən nə deyir? Oxuyum da. Oxu. Oxuma. Şokun təsirini hiss edirsən? Yox, mən bilirsən nəyin təsirini hiss edirəm. Peyğəmbər sallallahu əleyhi və Rafiz olmusan ha? Peyğəmbər Yox, qardaş, burada rafizilikdən getmir söhbət. Peyğəmbərin məqamını aşağı salıb bu. Yo dəlil gətirdiniz. Nə gətirdi İbn Kəsir dəlil olaraq? Nə? Təfsirat oxu. Sənin üçün heç nə, sənin üçün orada dəlil yoxdur ki. Sən hər Oxu. Həsənov oxu. Deyir ki, ayətdən məqsəd şudur. Allah Taala qullarına peyğəmbərin Əhsəb 56. Əhsəb 56 Təbəri də belə deyir. deyir ki, İbn Kəsirə gir bax. Yo bildim də Təbəri də belə deyir. İbn Kəsir belə deyir, Təbəri də belə deyir. Xəbəri də deyir ki, qardaş deyir ki, Ay qardaş, niyə spor raşısız? Maqamı Məhmud bəs eləmir? eləmir də bunu hacı. Ay Alparslan, Peyğəmbər gedəndə o mehraca o bəs eləmir sənə? Elhamdülillah Cəbrail də meyraca aparıb. Mehracda axı bir məqamdan sonra gedənmədi. Bildim də Cəbrail də peyğəmbərə aparıbdı da, nə olsun ki? Bildim ya, axı bir yerdən sonra dedi ki, sən gedə bilərsən. Məqam-ı Mahmuda Ona da küfr edir dayı. Məqam-ı Məhmuda girməyə bilər. O demək deyil ki, o üstünlüyə dəlalət edir.